Salam uşaqlar, bugün kilsədəyik. Əslində tam olaraq kilsə olaraq fəaliyyət göstərmir. Yəni bir keçmişə aid bir abidədir əslində. Kilsə haqqında sizin üçün bir neçə şey öyrəndim, amma müsahibə ola bilmədim düzü bəzi səbəblərdən. Ona görə mən danışacağım burada sizi kilsəni sizə tanıdacağım. TikTokda paylaşanda çoxları yazmışdı ki, bura Alban kilsəsidir, amma bura Alban kilsəsi deyil. Bura Alman kilsəsidir. Hətta Alman Lüteren kilsəsidir də adı. Çar Rusiyası tərəfindən Alman ailələri Şəmkirə köçürülüb. Sonra onlar belə bir kilsə tikiblər. Yəni ay yazığın niyə orası şeydi? Buraxıblar, dən azdırıblar bunu. Tasması var imiş. Tasması var imiş və tükləri par-par yanır sərdən günəşdə. Mən baxanda gördüm ki, bu şeydir. Simsiyahdır bir də. Tam mənim sevdiyim rəng. Amma yox, mən itlərdən qorxuram. Pişiklər, yenə də pişiklər. Çox sevirəm onları. Gəlin girək kilsəyə, gəlin. Çölün çəkdik, indi içini çəkək. Gəlin. Çəkdik. Biz oradan nətər keçdik. Nəysə, burada gözətçisi var. Görürsünüz kilsənin bir gözətçisi bizi içəri salmadı. Dedi ki, sizin dininiz bu kilsəyə uyğun deyil. Amma zarafat bir qırağa, kilsə olaraq fəaliyyət göstərmir hal-hazırda bu yer. Bu yer sadəcə tarixi bir abidə olaraq biz sizə bunu çəkirik. Gəlin. Burada piyano var. Söyleyeyim, dayan biri gelin. Görürsünüz. Bilmiyorum ne diyeyim. Dayan söyleyeyim. Oraya girin değil mi? Gel sen de çek. Değil mi? Gir röportaj edeyim. Tamam. Neyse. Gel buradan. İkinci mertebeye getir. Niye baştan aşağı? İkinci mertebeye getir. Ben yakışıklırsam. Gel buraya gir. Gel. Gelin. Sağ ol, ehtiyatlı ol. Kameramanımı çox istəyirəm, ona görə yıxılmamalıdır buradan. Sen burada dur, ben oraya gidip oradan çek. Gördüğünüz gibi ikinci mertebedeyik və səsim yankı verecek o. Bu kadar arkadaşlar. Başka da bir şey var mı? Bakın buradan həyətdə çəkəcək. Həyət çox maraqlıdır. Çox çəkmə, çox spoiler vermə. Dur indi biz haran çəkək? Oran çəkmə. Ayda ne güzeldi. İşte oraya giriş olmaz.
Hani elə təxminə edirəm. Onu da aşağı düşür. Bu kadar. Bakın hayat çekin. Önce Roma estetikası. Bakın. Böyle. Meşhur YouTuber kilisede yakalandı. Kameramanım merak edirsizsə. Hamınızın merak elədiyiniz ne diyeyim? Ünlü şəxs. Bəli. Ben o değilim. Ben o değilim. O başkasıdır. Işık buradan çok qəşəngdir. Buna bak. Bakın. Buyurun. Beni çekir. Sizin için anksiyetemi yenip röportaj almak istedim. Müsahibə. Prosto utanıyorum. Lazımdı mı bize bu? Bilmirəm. Prosto sizin için eləyəcəm. Edəməsəm siləcəm bu hissəsini. Editləyəm mənə. Sizin için kilisenin ışıklarını yandırdık. Buyurun gelin. Bizim için ışıkları yandırdılar. Bunun adı neydi? Argan? Sırf sizin için bu müzik aletini açtırdık. Siz merak ediyorsunuz da size maraqlıdır deyə. Gəlin baxın. Buyurun. Uy. Aşağıda da bir şeyler var. Işıklar. Bu arada ışıklar da bizim için yandırıblar. Aziz YouTube izləyiciləri, baxın. Heç kəsin kanalında buranı ışıklı bir şəkildə görməyibsiniz. Onu vurğulayım sizə. Ay, uşaqdan bura mənə çox maraqlı idi. Mən də ilk dəfə sizinlə bura, sizə video çəkmək üçün bura girmişəm. Hətta o musiqi aləti mənə o qədər maraqlı idi. Baxın, çox qəşəngdir. Elə bil mini piano vardı. Belə. Çox işıq var, çox belə knopka var üstündə, çox düymə var. Rusça danışmırıq, çox düymə var. İşləmədi. Uşaqlar kilsədə qalmışıq. O Məryəmcan şey videoları vardı, 24 saat. Gizli kaldım. Gizli kilsədə qaldım. Orada hər yer qaldı. Gəldələ yuxarı çıxaq. Deyirəm ki, ağlar çox qəşəngdir.
Bura kilsənin həyətidir uşaqlar. Mikrofonum buradan qəşəng estetik reels çıxartmaq olar. Bu günlük vlogdur. Olmaz Şəmkir vlogu. Bəli. Takipçiləri ondan Şəmkir vlogunu paylaşmalar. Takipçilərini nəzərə alaraq onların böyük istəklərini dedi ki, Şəmkir vlogu paylaşıb. Aha. Onlar da vaxt keçirsən yemək yeyəndə izləməyə videolar olsun. Like atın. Gözləyirik. Bence de bunu yəni Bekliyoruz. bəyənməmək olmaz. Yorum yazın. Ünlü şəxsi sizinlə görüşdürdüm. İndi isə özümüzü mükafatlandırmağa gəlmişik. Mükafat təbii ki də şirniyyat yeməkdir və çay. Bu isə çay içmək. Bəli. Bu qədər. Təsəvvür elə saçımı muzla nə qədər şey eləmişəm. Muz niyə burada daş kimi elə dadımız? Daş kimi eləsə belə qalmır. Mənim saçımda qalmır. Sayda bilərəm. Sayda, saçımı şeylə buruq eləyirəm. Hara gedir? Reklam oldu bu, Mersiyə gedir. Ama YouTube'da 3 milyon etkileşimim var. İndi isə burada Şəmki şəhərinin İstiqlal Parkında yerləşən heykəl görürsüz. Bu heykəldə Azərbaycan himninin yazılması hekayəsini görürsüz. Bu Əhməd Cavaddır, himnin yazarıdır, söz yazarıdır. Bu isə Üzeyir Hacıbəylidir. O isə himnimizin mahnısını bəstələyən şəxsdir. Gördüyünüz kimi. Və Əhməd Cavad bu torpağın övladıdır, Şəmkirlidir, yerlimdir. Mən çox qürur duyuram ona bir yerdə. Belə yəni. Bunu da sizə göstərmək istədim. Yəni nə qədər başqa şeylər görərsiniz. İndi öyrənin, bilgilənin ki, Əhməd Cavad Şəmkirlidir.